studiyada müzakirə etmək üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquq Departamentinin direktoru Lalə Əkbərova bugün studiyamıza. Lalə xanım, xoş gəlmişsiniz studiyamıza. Xoş gördük. Lalə xanım, tamaşaçılarımız bizdən soruşurlar ki, ev alarkən və yaxud da tikərkən sənədləşmə ilə bağlı problemlə üzləşməmək üçün nələrə diqqət yetirmək lazımdır? Mən sizin verilişinizdə də dəfələrlə olmuşam. Digər verilişlərdə də olanda, media nümayəndələrindən də görüşəndə biz həmişə deyirik ki, ev alarkən, daşınmaz əmlak əldə edərkən mütləq Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatdan keçmiş əmlakı əldə etmək lazımdır. Hüquqları tanınmış əmlakları əldə etmək lazımdır və mütləq notarial qaydada bağlanmış əqd əsasında əmlakı əldə etmək lazımdır. Bu halda vətəndaş sığortalanmış olur. Artıq bir əmlak bir neçə nəfərə satılması məsələsi və ya satılmadan boyun qaçırma məsələləri artıq istisna edilir. Bütün hüquqlar təmin olunur bu yöndə? Hüquqlar dövlət qeydiyyatına alınır. İlk öncə Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında qanuna uyğun olaraq reyestrdə qeydiyyata alınır. Ondan sonra vətəndaşlar notarial qaydada müqavilə bağlayırlar. Notarial müqavilələr elektron qaydada, heç bir vətəndaş məmur ünsiyyəti olmadan elektron qaydada və müqavilə ərizə hesab edilərək, çünki bizim qanunumuzda mütləq ərizə ilə müraciət edilmə nəzərdə tutulur, lakin bu elektron müqavilələr qanunda artıq ərizə də hesab edilir öz əksini tapandan sonra. Müqavilələr elektron qaydada daxil olur və o müqavilələr əsasında qeydiyyat aparılır və artıq özgəninkiləşdirilmə faktı qeydiyyata alınmış olur. Bununla da bütün sadaladığınız hallar istisna edilir. Lalə xanım, bəzi evlər var ki, onlar yüksək gərginlikli xəttlərin altında inşa olunur və bu evlərin sənədləşdirilməsi ilə bağlı, yəni bunlar hansı hallarda mümkün ola bilir? Qanunvericilikdə yüksək gərginlik elektrik xəttinin mühafizə zolağında yerləşən daşınmaz əmlakların reyestrində qeydiyyata alınması qadağandır. Ümumiyyətcə, tikilməsi qadağandır. Reyestrdə qeydiyyata alınmasından söhbət getmir. İnşa edilməsi qadağandır. Lakin mühafizə zolağı dedikdə, görürsünüz, mən deyirəm, yüksək gərginlik. Deməli, 6, 10, 35 kilovatlıq xətlər, 110, 250 və s. kilovatlıq xətlərin altında inşa edilmiş tikililərin, ümumiyyətcə, tikililərin mövcud olması qanunvericilikdə öz əksini tapmır. Təhlükə. Amma bildiyimiz kimi əslində onlar mövcuddur. Bəli, var. Lakin qanunvericilikdə dəyişiklik edilmişdi bu yaxınlarda və 6, 10, 35 kilovatlıq yüksək gərginlik xətti hesab edilmir. Yüksək gərginlikli hesab edilmir. Artıq 6, 10, 35 yüksək gərginlikli xətt olmadığından artıq qeydiyyat məsələlərində hər hansı bir problem yaranmır. Lakin yüksək gərginlikli hesab edilən 110 bəs, hayır. Artıq qeydiyyatın aparılması mümkün olmur. Bilirsiniz, həmişə bir aksent edilir qeydiyyata, amma mən düşünürəm ki, qeydiyyat deyil, inşası mümkün olmamalıdır ki, sonra qeydiyyat məsələlərində bir digər qurumlar icazə verməməlidir. Təbii ki. Lalə xanım, 2023-cü ildə xidmətlərin tam elektronlaşması ilə bağlı elan edilən vahid bir platforma, portal fəaliyyətə başlamalı idi. Bunun məsələnin uzanmasına səbəb nə oldu? Uzanması dedikdə bu çox böyük bir, gözəl bir portal olacaq. Və çox sayda qanunvericiyə dəyişiklik edilməsi ilə bağlı layihələr mövcuddur. O layihələr hal-hazırda hazırlanıb və razılaşma mərhələlərindədir. Digər qurumlara göndərilir. Bildiyimiz kimi qanunvericiyə dəyişiklik müəyyən mərhələləri keçməlidir. Hal-hazırda həmin o mərhələlərdəyik. Yəni ki, bu İşlər görülür. İşlər görülür, yəni irəliləyən günlərdə biz bunun açığa çıxacağını görəcəyik, bəli. Lalə xanım, qaynar xəttimizə belə bir sual var. Vətəndaş soruşur ki, mənim kənd təsərrüfatı təyinatlı torpaqda evim var, amma ora 3 və yaxud da təxminən 4 sotdan ibarətdir. Fikirləşir ki, yəni mən onu təhvil versəm, o 3 sotda hansı kənd təsərrüfatı nəyəsə onunla bağlı nəsə etmək olar? Təyinatı üzrə necə istifadə oluna bilər? Yəni, ola bilərmi elə təyinatı dəyişsin? Sotunun azlığına görə bu sualı verir vətəndaş.
Bilirsiniz necədir? Mən düşünürəm ki, bu sual özündə əslində cavaba ehtiva edir. Necə oldu ki, Kənd təsərrüfatı təyinatı 3 sot torpaqda ev inşa edildi, amma o kənd təsərrüfatı idi. Amma hamımız bilirik ki, kənd o təyinatın dəyişdirilməsi mümkündürmü? Əlbəttə, Nazirlər Kabinetinin səlahiyyətidir. Nazirlər Kabinetinin səlahiyyətidir. Hansı halda dəyişiləcəkmi, hansı şərtlərlə, hansı mərhələlərlə, bu səlahiyyətlər Nazirlər Kabinetindədir. Vətəndaşlar yəni bu suallarla aidiyyəti üzrə müraciət edirlər. Layıqım, gələcəkdə evlərin sənədləşdirməsi ilə bağlı yeni hüquqi mexanizmlərin yaradılması planlaşdırılırmı? İstədiyim bundan da danışaq. Cənab Prezidentin 439 nömrəli fərmanı mövcuddur. Fərman siyahları təsdiq edir. O siyahlar ki, qanunda öz əksini tapmamış sənədlər, bundan öncə də biz danışmışdıq bu barədə, siyahlarda bundan öncə hüquqmənci hesab edilməyən sənədlərin hüquqmənci olaraq o siyahıya salınır və hüquqmənci statusunu əldə edirlər. Bu siyahı üzərində daim təkmilləşdirmələr gedir. Bildiyimiz kimi son dəyişiklik 444 nömrəli fərmanla oldu. 2025-ci ildə o siyahı daha da artdı və bundan öncə hüquqmənci hesab edilməyən sənədlər yenə də hüquqmənci hesab edildi və daim o siyahının təkmilləşdirilməsi və artırılması ilə bağlı, o sənədlərin siyahısının artırılması ilə bağlı işlər görülür və görüləcəkdir. Rəsmi rəqəmlərə görə 500 minə yaxın sənədsiz ev var, bildik. Qeyri-rəsmi rəqəmlərə görə daha doğrusu. Bu, həmin o dəyişdirilmiş hüquqi mexanizmlərin bu evlərə də şamil olması nəzərdə tutulurmu, yoxsa onlar bu karvandan bir qədər geridə qalacaqlar? Baxın. Və yaxud da bu say ümumiyyətlə nə qədər həqiqətə uyğundur? Bununla bağlı monitorinq aparılır mı? 444 nömrəli bundan öncə dediyim fərman özündə ən kütləvisini deyim. Bundan öncə texinventar bürolar mövcud idi və texinventar bürolar tərəfindən çəkilmiş tex pasportlar var idi. Yəni o tex pasportlar çox kütləvi idi. Cəmaatın evində tex pasport var idi və hüquqmənci hesab edilmirdi və o evlər dediyiniz statistikaya daxil idi. Ona görə bu statistika belə çoxdur. Elədir. Statistikanın azalması artıq bu sənədlərin hüquqmənci hesab edilərək qeydiyyata alması üçün ki, əsas hesab edilib. Demək ki, say artır. Və Texinventar büronu ona görə adını çəkdim ki, bu sənədin çox kütləvidir. Eyni zamanda icra nümayəndələri tərəfindən. Bildiyimiz kimi torpaq ayırma səlahiyyətli icra hakimiyyəti məxsus idi, düzdür? 2001-ci ilə dək. Lakin təcrübədə 2001-ci ilə dək icra nümayəndələri, icra hakimiyyəti yerlərdə təmsil edən icra nümayəndələri də torpaqlar ayırırdı. Lakin biz o sənədlər əsasında qeydiyyat apara bilmirdik, çünki hüquqmənci hesab edilmirdi. 444 nömrəli fərmanda da bu sənəd oldu hüquqmənci və vətəndaşlar artıq hüquqlarını qeydiyyata almağa başladılar. Zəmin yarandı bunun üçün və bu qaydada da biz davam edirik və 439 nömrəli fərmana dəyişikliklər edilərək bu say azalır və azalacaqdır. Aydın, son olaraq bir şey də soruşum, Ali xanım. Ev alarkən, riskli ərazilərdə təbii ki, bundan söhbət gedir. Ev alarkən dövlət qurumlarına öncədən rəsmi müraciət ala bilərlərmi? Riskli ərazi dedikdə nə nəzərdə tutulur? Yəni, sənədsiz evdir, yüksək gəlir. Sənədsiz evdirsə, artıq yenə qayıtdıq birinci sualımıza. Sənədsiz ev barədə heç bir qurumda məlumat olmayacaq. Yenə də qayıdırıq ki, vətəndaşlar ilk öncə sənədli evlər alsınlar. Amma riskli də deməzdim, siz sual verəndə bu ağlıma gəldi ki, bəzi hallarda vətəndaşlar torpaq əldə edirlər. Lakin biz bildiyimiz kimi torpaqda kateqoriya öz əksini tapır. Bir baxsınlar ki, bunun kateqoriyası nədir? Bilməzdən irəli gəlir bəzən. Kənd təsərrüfatı təyinatlı torpaqları əldə edirlər. Və yaxud tex pasportda koordinatlar mövcuddur. O koordinatlara uyğun baxsınlar ki, satılan torpaq, göstərilən torpaq bu torpaqdırmı? Bu kimi hallara diqqət yetirdikdə mən düşünürəm özlərini sığortalayacaqlar necəsə. Aydın, təşəkkür edirik Lalə xanım, studiyamıza gəlib suallarımızı cavablandırdı.